Salam. Mən evə heç nə verməmişəm, sən də test verməmişəm. Mən elə bilirəm vermişəm axı. Mən verməmişəm. Verməmişəm, yaxşı. Tamam, onda baxım görüm testdə harda qalmışdıq? Neçənci sualda qalmışdıq? Oradan davam edək, biraz da sual cavab eləyək. Testdə Gözdə baxım. Hə, deməli burada fonetikadaydıq da. Fonetikada neçəyə kimi demişik sualları? Fonetikada Gel bax. Gözlə paylaşım ekranını. Bir dəqiqə. Gör bu sualları demişik. Buradan neçəyə kimi demişik. Yadımda deyil. Yadında deyil. Amma deyəsən Elə deyəcəm. Deyəsən nə? Deyəsən 60-da zadaydı. Öncə yəqin ki 4-cü səhifəni bitirmişik. O birisi 49-a kimi işləmişik də. Çünki 49-a kimisini evə vermişdim keçən dərs. Biz indi baxaq da buradan baxaq. 73-dən baxaq. İndi bir dəqiqə. Qoy açılsın. Görə bilirsən? Bəli. İndi 73-dən. Uzun saytlı sözdə sözlər dərəcəsini müəyyən edin. Uzun saytlı adı. Yəni məsələn mətanət sözündə A uzanır da. Deməli bu ola bilər. A variantında mətanət ola bilər. Amma çinarla çəyirtkədə axı uzanma yoxdur. Ona görə bunlar ola bilməz. İfadədə A deyil də. Hə. İfadədə A uzanır. Deməli bu ola bilər. Sonra Nizami. Burada da A uzanır. Nizami də A uzanır, bəli. İfadədə də A uzanır. Deməli bunları götürmək olar. Amma desən hecədə A uzanır. Hecədə A uzanmır. Əgər bu belə olsaydı, hecalı olsaydı da onda uzanardı. Amma belə olanda uzanmır və bu səhvdir də, bu olmaz. Onda D də gedir, A da gedir. D də gedir, A da gedir. Mən çəkib D-yə bax. B-də. Kitab, ifadə uzanır, ifadə. İfadədə də A uzanır. Deməli bu düzdür. Bu düzdür, ifadə düzdür. Amma sən bunlara bax, kitabxana ilə binaya bax. Kitabxana uzanmır. Uzanmır da, yəni sahitləri uzatmaq olmaz. Binada da uzanmır. Deməli ona görə B də deyil. Qalır C ilə E variantı. Mirvari A uzanır. Aha, mirvaridə A uzanır, bəli. Və səmimidə Ə uzanır. Səmimi deyirsən, İ uzanır. Səmimi demirsən, Ə uzanır. Burada İ uzanır. Bir də natəvan, natəvanda da A uzanır. Ona görə cəhətdə, stat sözündə uzanma yoxdur. Təlimdə Ə uzanır, sabunda da A uzanır. Amma statda uzanma yoxdur da, ona görə bunu götürmürsən. Başa düşdün? İndi 74-ə baxaq.
74. Sözün sonundakı sabitin kar və ya cinsli olduğunu necə müəyyən etmək olar? Hı -hı. Sözün sonundakı sabit. Yəni sait ilə də lıdır şey. Bax, deyir ki, burada sözün sonundakı samitin kar cingitli olduğunu necə müəyyən etmək olar? Məsələn, tutaq ki, sən tələffüzünə görə müəyyən edirsən də bu kardır yoxsa cingitlidir. Sən məsələn kitab sözünü götürürsən, sən bunu bilmək istəyirsən də ki, buradakı bu cingitlidir yoxsa kardır. Sən götürürsən buna sait ilə şəkil artırırsan. Yəni olduğu kimi qaldı da, deməli bu cingitlidir. Ona görə, yəni sözün sonundakı samitin kar cingitli olmasını bilmək üçün şəkil artırırsan və bu da sait ilə başlamalıdır da, ona görə A olur. Bildiyin o biri sözlərdə, məsələn, o birisilər samitlə başlayır, onları artıranda elə bu samitidir də P-yə keçir. Yəni əvvəldənən P deyil, axı bu əvvəldənən B-dır. Və bu samiti də cingitlidir də, sadəcə burada məsələn kitablar desən, bu P-yə keçəcək. Yəni də P-yə keçən B-dır da, yəni bu da cingitli samitdir. Ona görə A-nı götürürsən burada. Yəni sait ilə başlayan şəkilçə artırıb bilə bilərsən də sözün sonundakı samit kardır yoxsa cingitlidir. Bildin? Bəli. İndi 75. Hansı sözdəki qalın dodaqlanan qapalı sait uzun tələffüz olunur? Yəni üçü də olan. Deyir hansı sözdəki qalın dodaqlanan qapalı sait uzun tələffüz olunur? Burada bir dənə sait həm qalın olmalıdır, həm dodaqlanan olmalıdır, həm də ki qapalı sait olmalıdır da. Yəni ki eyni bir sait həm qalın, həm dodaqlanan, həm qapalı olmalıdır. Məsələn, Nəsimi sözünə baxaq. Deməli Nəsimi sözündə i var. Məsələn, bu amma dodaqlanmır da, olmaz. Udur, u. Deməli u burada həm qalındır, həm dodaqlanır, həm də qapalıdır da. Ona görə səbuhi olur. O uzanır burada. İndi 76. Texnikumda da şeydir, o uzanır. Texnikumda uzanma yoxdur. 70. Texnikum demirsən ki. Evet. Hansı sözdə kar samitlər yanaşı gəlmişdir? T, taxta. Taxta, bitki. Bitkidə. Burada bitkidə axı belədir, bax bitkidir də. Tələffüzü. Kardır, cingitlidir, olmaz. Taxta, xəstə, doxsan. Aha, bu 90 sözündə x da kardır, s da kardır. Deməli, hər ikisi kardır deyə götürə bilirsən bunu. Məsələn, xəstə sözündə t d-ya keçir, d cingitlidir deyə olmur bu. Köçkündə də k g-ya keçir, g cingitlidir deyə olmur. Taxtada da x kardır əslində, amma t burada d-ya keçdiyinə görə bu da olmur. Başa düşdün? Bəli. İndi 77-ni dinən. Uzun saatli sözləri müəyyən edin. İnşaat. İsim. İndi burada uzun saitli olan sözləri sait olan sözləri seçirsən. Bax, həyat sözündə məsələn uzanma yoxdur da, sən həyat demirsən. Deməli bu deyil. İnşaatda A-nın biri düşür, biri uzanır da, eyni cinsli qoşa sahibdir deyə. Deməli biri inşaat, sonra
Onda aynen D gelir de. Çünkü orada 2 yok. İki olmayanlara çıxsaq, aynen D gedir. Hə. İsim. İsimde de yoktu o zaman. İsimdə də o zaman yoxdur. Üç olanlarda onsuz da çıxmışıq da. Mübtəda. 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 Mübtədada da o zaman yoxdur. Yoktu. Ona görə 4-ü də çıxsaq. Əmtə. Bunu çıxsaq. C variant. Əmtədə var. Ə'nin biri düşür, biri uzanır. Bəli. Əmtədə var. Bunu götürəcəyik. Onda B de gelir, E de gelir, C kalır. C qaldı. Bəli. Burada mötəbərdə də Ö uzanır. Mötəbər bu sözün mənası belə etibarlı deməkdir. Etibarlı, yəni hörmət edilir, inanılan belə deməkdir. Həzində də uzanma yoxdur da, qaldı C variantı. Başa düşürsən? Bəli. İndi 78-i dinlə. Ansız derecede sözlerde yalnız kör samitleri vardır. Just, hafize, setir, yok, Sən tələffüzünə baxırsan da bunların, yəni yazılışlarına baxmırsan. Çünki Samitlə bağlı fikir deyir. Burada da yoktu. Gülün, burada çıxış, ətək, əsəd, çiçək, meşə, natik. Bədi. B'də, baxaq, burada D T'ya keçdi. Qalan H, S, T, ons kardır. Pətək sözündə ki, X iştiraka keçdi, yenə kar oldu. Yəni ki, ons da kar idi. Burada çıxışı hamısı kardır, düzdür. Məsələn, A variantında cingitli samit hansıdır A variantında? A'da. Burada da. R. Nə? R. Burada R, cingit. O başqa yəni cingitli yoxdur. Bir də burada S kardır, Z cingitlidir. Bir də bu var, Z var. Sonra C variantında hansıdır cingitli? L. Bir də N da var, Y da var. Kinayə sözündə belə. Sonra E variantında bəs hansıdır cingitli? E'də N. L da var, N da var, R da var. Belə də. Bir də G da var, G da cingitlidir. Bir də ki Z da var, Z da cingitlidir. Sonra çiçək sözündə bəs. Çiçək sözündə çiçək Y-ya keçir. Yox, iştiraka keçir. Burada sait ilə başlayan şəkilci gəlməyib ki. Yəni çiçək deyirsən də, çiçək deyirsən, şök kimi deyirsən. Bu burada yəni kar samitdir hamısı da, cingitli yoxdur. Bunu götürmək olardı əslində. Peşəni də götürmək olardı. Çünki P ilə Ş da kardır da. Amma natik sözündə bir dənə sırf bu N vardı ya, N cingitlidir deyə bunu seçmirsən də. Bunu götürmək olmaz sırf bu bir dənə hərfə görə. Qıya da baxmırsan, K-ya baxırsan. Tələffüzündə K olur da çünki. Başa düşürsən? Bəli. Dəqiq yorulmadın. Yox, Rüfqə qutu taxıl, ona görə. Bax. Yaxşı. İndi 79-u denə. Hansı sözlərdə dingiltili samit özünün kar qarşılıqlı kimi tələffüz olunur? Möhtəşəm. Möhtəşəm. Orada T-dıya geç. Möhtəşəmdə olduğu kimidir. Möhtəşəm. Əslində demək olur, elə möhtəşəm demək olur da. Amma nədir?
Olduğu kimi belə deyək də bu t-dıya keçə bilir. Amma bizdə nəyi istəyir? Cingiltili samit deyirdi. T-karda. T-kardı özünün cingiltili qarşılığı kimi ifadə olunur. Düzdür, möhtəşəm deyə bilirsən. Amma ki bu t-kardı da sən elə götürməlisən ki, cingiltili samit olsun ki, kar qarşılığı kimi ifadə olunsun. Ona görə Onda möhtəşəm deyil. Onda Poladda T'ya keçir. Yəni Polad Burada da t-ya keçi götürə bilərsən. D cingiltili samiti özünün kar qarşılığı da t-dır da bundan ifadə oluna bilir. Soram. Bir tanesini seçirsən. Yukarıda olmur. Yukarıda Azad. l-r kimi olur amma l-r'ın qarşılığı deyil ki. Ona görə deyil yukarıda. Sonra. Azaddır. T'ya keçir. Azaddır da d t-ya keçir. Hə, d cingiltilidir özünün kar qarşılığı amma t-dır da. Yəni bir də r düşür burada. Bunu da götürə bilirsən. Ona görə 2 ilə 4. 2 ilə 4 də y variantıdır. Nəğməkarda olduğu kimi də fərq yoxdur. Bildin? Hansı sözdə ona neydi? Apostrof X var. Apostrof x yox, eştirik. Riyaziyyat deyil bu dərs. Çörəkçi. Hə, burada var apostrof x. Məqsəd. Burada yoxdur. Burada yoxdur çünki bu k-ya keçir də k var burada. K apostrof var. Olmaz. İqtidar. Yox. Burada da k var. K-ya keçir də. Deməli burada da yoxdur. Eştirik yoxdur. Gərəksiz. Burada var. Hə, burada gərəksiz deyirik. Axı belə ş kimi deyirik də. Bunu biraz ş oxşayır. Deməli burada var 1-4. Ürəkdən. Burada da. Ürəkdən deyirik. Burada da var. Amma tikanlıda yoxdur. Ç-da elə olduğu kimidir. 1-4-5-də A variant. Bildin? Bəli. Başa düşürsən məni? Bəli. 1081-ə baxaq. Desem bir de derecelerden birinde bütün sözlerde kapalı sayt uzun tercih olunur. Kapalı sayt uzun tercih olunur. Kapalılar I, U büyütürse I, çörekçi. Çörekçi daxili. Qapalı saytlar I, U, bir də Ü'dir. Bunların içərisində uzana bilənlər I ola bilməz, I da ola bilməz. Ya I olmalıdır, ya da ki U olmalıdır. Daxili. Daxil deyəndə A uzanır. A açıqdır, qapalı deyil deyə bu A variantını ümumiyyətindən çıxırsan da olmayacaq. Arıqə. Burada da uzanır. Azuqə deyəndə azuqə belədir də A uzanır. Bir dənə A uzanır. O da qapalı deyil ki, açıqdır. Sənə lazımdır ki, U uzansın, bir də I uzansın da. Burada A uzanır deyə bu variant ümumiyyətlə olmaz. Bunda çıxırsan. Adbatda da qapalı yoxdur. Bu da gedir. I uzana bilməz. Bu da gedir. Sonra qalır E. Cənubi. Uzanır. Aha, cənubidə U uzanır. Müsibət. Burada da uzanır. Burada da I uzanır. Bəli, müsibətdə I uzanır. Nimət. Burada da I uzanır. Uzanır. Elə belə hamısı uzandığına görə Y variantıdır. Bildin? Bir də burada bu sözün mənası var. Bu tünd göy, mavi, yəni
göy rəngdə, səmanın tam belə göy rəngi mənasındadır. Bir də asiman sözü var. Bu da göy üzü, səma mənasındadır. Baxdığımız beləsi göy mənasındadır. İndi 82-yə baxaq. Hansı dərəcədəki hər iki sözə saitlə başlanan şəkildə artırdıqda C-Y, Q-X əvəzlənməsi baş verir. Bulaq. İki söz saitlə. Bulağı. Burada olur bulağı. Bulağın deyirsən, burada oldu əvəzlənmə. Mexaniyi. Amma Burada olmadı. mexanikin deyirsən, mexaniyin deyə bilməzsən də, deməli burada olmadı. Şərti tam ödəmə daxil birində oldu, birində olmadı da, bu olmur. Kələyi. Kələyin. Deməli burada var. Filoloğu. Burada olmur. Filologun deyirsən, burada yoxdur. Deməli yenə birində oldu, birində olmadı deyə bu da deyil. Bayrağı. Burada oldu. Bayrağın məsələn deyək, burada oldu. Texnikində də amma olmadı da. Bu texnikində olmadı ki, tam ödəmədi yəni. Biyolog. Yox, burada da olmadı. Biyologun olmadı. Kəpənəyin oldu. Yəni yenə birində oldu, birində olmadı deyə olmaz bu. Böyüyün. Budağın. Burada oldu. Budağında da oldu. Yəni hər ikisində oldu deyə düzdür. Başa düşürsən? Bəli. Dəqiq. Bəli. Göyə niyə baxırsan? Göyə baxıram ki, nəfəs aldım verim. Bezmirsən həm əlimdən hələm. Baxırsan ki. O mənim. Oydu. Saat neçə keçdi? Mənim dərslərim belə oluram. 82 dinə. Riyaziyyat mənbəsində şeydir. Dərs tutarına qədər mən gedirəm. Əslində dərs maraqlı olanda tez keçirir. Yerdə sürünürəm, göyə baxıram, hər yerə baxıram. 82 dənə. Nümunələrdən birində Y səsi yoxdur. Y səsi. Böyük, otaq. Var. Burada var, çünki özündən sonra samit gəlib bax. Yəni sən böyük otaq deyirsən də, samit yox, sait gəlib, o sait tax. Yəni sait olanda 2 əvəzlənməsi olur da. Deməli bu burada var, amma bizə yoxdur deyir. Ağacı. Ərik. Ərik deyirsən. Var. Burada var bəli. Kömək etmək var. Kömək etməkdə də var bəli. İştirak etmək. Burada etmək. İştirak deyə bilməzsən axı elə iştirak etmək bir dənə ki yox iştiraka keçir. Normalda yəni iştirak sözündəki olduğu kimi qalır. Ona görə deyil. Sonra çiçək ətrində də var. Çünki saitdir. Burada 2 əvəzlənməsi ola bilir də. İndi 84. Hansı sözlərdə indi saitlərin hamısı iştirak etmişdir? İncə saitlər hansılardır? İndi saitlər Sonra İ, Ö, Ü, Y. Nəysə, indi bunlar bütün bunların hamısı, bu yazdığım saitlərin hamısı sözlərdə iştirak eləməlidir. Həmin o sözləri tapmalısın. Ö var, Ə var, İ var, Ü yoxdur. Məsələn, göbələyin ətrildə E yoxdur, Ü yoxdur. Ona görə bunu çıxaq da, bu deyil. Yələyi, ördək. Burada da yoxdur. Döyüşdü, zərbə. Burada da yoxdur. Döyüşkən, geyim.
B variantı. B variantı. Üzü ilə əlifbada da E yoxdur məsələn. E yoxdur, Ö də yoxdur. Ona görə çıxaq da B variantı. 85. Hangi qanuna tabi olunan sözlər dərəcəsini müəyyənləşdirin? Vəfalı. Burada tabi deyil. Yəni Vəfalı tabe deyil, xeyr. ecidlişlər. Burada tabidir. Sakitlik, meşədə. Burada da tabidir. Şəhərlilər. Burada da tabidir. Dünyada. Sahibkarlıq. Dənizçilər. Dənizçilər tabe. Burada da tabidir. Qəhrəman. Kitabxana. İradə. Burada deyil. E variantı. E variantı. Yəni 86. Səslərin sayı hərflərin sayından az olmaqla yanaşı tərkibində uzun tələffüz olunan sayt var. Yəni ki, eyni cinsli qoşa sahitli sözləri seçirsən ki, orada saitin biri düşəndə, biri qalsın da və biri uzun tələffüz olunsun da, o qalan sait. Şöbədə olmur. Ona B getdi. Sonra tövbə, tövbə, tövbə. Burada da olmur. Əla var, çoğun. Burada da olmur. Bəli. Nümunə, nəzarət, nasas. Burada da olmur. E variantı. Zubaq və Çünki inşa. burada bu eyni cinsli qoşa sait sözlər var da. Məsələn ki, burada O-nun biri düşəndə biri uzun tələffüz olunacaq. Ə-nin biri düşür, biri uzanır. İnşaatda da A-nın biri düşür, o düşən A-dan başqa yerdə qalan A uzanır da, biri düşür, biri uzanır. Ona görə belə olur. Bir də ki, səslərin sayı da azalır da, səs düşümü olur deyə. Və qalan sayı da uzanır deyə A-dır. 7. İndi 87 də eyni şeydir, eyni tipdədir. Səslərin sayı hərflərin sayından az olmaqla yanaşı tərkibində uzun tələffüz olunan sayt var. Tövbə, tövbə, tövbə. Tövbədə B düşür, tövbə. B, tövbə. Tövbədə yox, elə olduğu kimidir. Əla, əla. Burada da düşmür. Zooparkda düşür, təbədə düşür. Sən hansına baxırsan, təzədən buna baxırsan yenə. Onu dedikdə edir. Ay. 87-yə bax. Oy. Yoruldunca, hə? 87. Olar riyaziyyat normalda bu gün olmamalıydı. Müəllim bu günə salıb, ona görə. Hə, ona görə çalışırsan. Beynim çox işləmiş. Səslərin sayı hərflərin sayından az olmaqla yanaşı tərkibində uzun tələffüz olunan sayt var. Şöyle. Düşmür. Yəni burada 2 dənə qoşa eyni cinsli sait yoxdur ki, ona görə bu olmaz. Asiman. Burada da yoktur. Forma. Burada da yoktur. Təəssüf. Təəssüf də ə düşür. Səsə düşür təəssüf. Mətbə. Burada da ə düşür. Zoologiya. Burada da düşür. Devam. Ona görə deyildi bəli. Neftçidə də bir dənə t düşür, amma uzun tələffüz olunan sait yoxdur da, o bir sözlərdə də yoxdur heç. Sərbəstdə də t düşür, dostluqda da t düşür, amma o zaman yoxdur heç birisində, ona görə bu olunur.
Hansı dildə Başa düşməsən də bir də deyim. Yəqin ki, beynin belə riyaziyyata fokuslanıb da. Onca bayaq üstündə. Normalda da belə olur, riyaziyyat olur məndən əvvəl, yoxsa bir dəfəlikdir? O bir dəfəlik. Yəni yenə olacaq, yoxsa bir dəfəlik idi bu? Yəni normalda birinci gün keçsəydik. Sadəcə müəllimin işi var idi birinci gün. Ona görə bu günə saldı. 15:00-a. İnşallah gələn səfər salmaz, inşallah ümid edirəm. O gələn səfər olmayacaq. Yaxşı, inşallah. İndi 88-ə baxaq. Hansı cərgədəki sözlərdə Q hərfi müxtəlif səsləri ifadə edir? Ülqum, burada etmir, nöqsan edir, reyting eyni qalır, qohum, burada etmir, qonaq edir, məqsəd edir, məqsəd, torpaq, işıq. B variant. B dediyin. Yəni qonaq olur Q. Elə bil burada birinci özünü ifadə edir, Q-dır da, sonra X-ni ifadə edir. Məqsədi də burada K-nı ifadə edir də. Ona görə elə bil Q hərfi səs olaraq G-ni, X-ni, bir də K-nı ifadə eləmiş o. Yəni G səsidir, X səsidir, bir də K-dır da. Ona görə B-dir B. Dərcələrin birində Q hərfi üst nöqtə səsi ifadə edir. Saqqız, ya K-dır, sonra G-dır. olmadı, daraq, aşiq, balıq, aşiq, balıq. Elə aydı Burada da da. olmadı. Haydı. Hə, adı çünki arıqda X-ni ifadə edir. Burada Q-nu, burada da K var da, 3 dənə oldu da müxtəlif. Orada 90-91 lazım deyil. Bunlar lazım deyil. Bax, məsələn, 89-da B-də qəzetdir, dayaqda uzaqdır da. Bax, qəzetdə Q-nu ifadə edəcək, dayaqda X-dır, uzaqda da X-dır. Üfüqdə K-nu ifadə edir, çomaqda X-dır, təqsirdə də K-dır. Görürsən, bunlarda 2 dənəsinin 2 müxtəlif səsi ifadə edir də. Məsələn, K-dır, bir də X-dır. Burada məsələn Q-dır, bir də X-dır da. Üçüncüsü yoxdur yəni. Daraqda X-ni ifadə edir, aşıqda da X-ni ifadə edir, balıqda da. Burada yəni eyni hərf, eyni səs ifadə edir. Bu uyğun deyil. Bir də qanunda Q-dır, nöqsanda K-dır, 9-da da K, bir də Q-dır da. Yəni 2 dənə oldu deyə olmadı. Bildin? Bəli. Bu da lazım deyil. 95-ə baxaq. Dərcələrin birindəki sözlərdə səslərin sayı hərflərin sayından az olmaqla yanaşı tərkibindən uzun fərqsi olunan saydır. Hə, bayaq var idi bu tipli testdən. Bayaqçı deyil. Yəni sadəcə cavablar fərqli. Cavabları fərqlidir. Hə, bayaq 2 dənəsinə baxdıq bu tipdə. Nümunə, nəzarət, nasaz, saat, bədii, cəmaət. Saat, bədii, cəmaət. C variantı. Çünki A-nın yenə biri düşür, biri uzanır. Bədidə İ-nin biri düşür, biri uzanır. Cəmaətdə də yəni A-nın biri düşür, biri uzanır deyə C variantı olur. Bunlar, hə, 96-ya baxa bilərsən. Da sətirdən sətrə keçirmək üçün hədəfləri düzgün sözlər müəyyən edir. Ana da. Hə, çünki bir dənə hərfi sən keçirdə bilməsən də, sətirdən sətrə bir dənə hərfi keçirmək olmur ki. Ona görə budur. Sonra bədidə. Bir də bədidə bəli. Amma dialoq da var burada.
Dialoq amma hecaları düzgün ayrılıbdır da. Sadəcə bunu sətirdən sətrə belə keçirmək olmaz. Birlikdə keçirməlisən. Amma hecaya düzgün ayrılıbdır. Zaten belə ayrılır da bu hecaya. Ona görə bu deyil. Bildin diaqramdakı burada diaqram düzdür. Kitablarımız. Burada o birislərdə səhv yoxdur. 98 denən. Burası ilk hecəyə düşən sözləri müəyyən edir. 98. Görsən bunun üstündə xətt çəkmişəm. Vurğu da lazım deyil. T ilə yazılıb D ilə tərcih edilən sözlərin dərəcəsini müəyyən edin. Taxta, avtomat, ehtiyat. Taxta, avtomat, dəftər, astar, mütəkkə olunur, stadyum olunur, oduz olunur, Adı. bəli, Ya A deyil. nədir? C'dir. Çünki dəftərdə TD olur, astarda TD olur, yenə yastıqda da TD olur. Amma görə C'dir, Yastıq. taxta düzdür D olurdu. Yastıq deyirsən də, yastıq demirsən ki. Yastıq. Yastıq deyirsən deyəndə taxtada TD olur, avtomat. Burada da olurdu. Amma ki, avtomat sözündə TD-ya keçmir ki. Avtomatı demirsən ki. Ona görə A ola bilməz. Amma C ola bilər. Bildin? Məsələn, ehtiyat sözündə var. İkinci burada T-nı sən D ilə de görüm. Məsələn, ehtiyad. Belə demirsən ki. Başa düşdün? Bəli. İndi 80, bu 99 denən. Saatlə başlanan seçilici artırarkən qısamətdən keçmir. Əxlaqı, dayağı, torpağı, pambığı, bayrağı, əxlaq. Deməli, Yox, əxlaqın olsa, məsələn, əxlaqın qanunları belə olsa keçmir də. Ona görə adı. Məsələn, dayağın, torpağın, bayrağın, pambığın hamısında keçir, amma əxlaq sözündə keçmir deyə adı. İndi 100. Ahəng qanunu kökündəki son hecəyə görə pozulan sözləri müəyyən edir. Kökündəki son hecəyə görə pozulan sözləri. Qanuni pozulur. Veteran. Burada da pozulur. Paralel. Kanuni. Paralel. 1, 4, 2, hələ ki. Toponim. 1, 4, 2, 5. Summativ. Tələbkar. Geddən başqa hansı oldu ki? Yox. Paralel. Toponim. Summativ. Tələbkar. Kanuni. Veteran. Bir oldu. 6 oldu. 4 oldu. 5 oldu. Paralel. Deyim. Deyin. Niyə olmur? Ya Neçə bu anlar? sözün kökü nədir? Qanundur. Şəkilçidir də. Bu şəkilçiyə görə pozulur. Kökünə görə pozulmur ki, Ayhan qanunu burada.
Sözün kökü qanundur da. Qanunda A var, bir də U var. Sözün kökündə pozulma yoxdur. Axı şəkilçidədir pozulma. Həmin kökündəkini götürürük. Yox, elə götürmürsən. Deməli, ona görə 1 olmayacaq. Çünki bu kökdəki pozulmaya görə, yəni şəkilçi ilə bağlıdır. 7-də də ümumiyyətlə pozulma yoxdur da. Yəni sözün kökü burada ön şəkilçidir, rahatdır sözün kökü. Burada da pozulma yoxdur deyə 7 də olmur. 1 ilə 7-ni çıxaq. Bunu çıxırsan, bunu çıxırsan, bunu da çıxırsan, bunu da çıxırsan, qalır A variantı da. Çünki paralel sözünün kökü elə budur. Burada E saitinə görə bütün sözün ahəng qanunu pozulur. Bir də summativ sözündə, yəni bu hissəyə kimi ahəng qanunu gözlənilir də. Burada i şəkilçisi, yəni bu i gəldi. Sözün ahəng qanunu pozulur. Kökü də elə budur da. Çünki summa deyə söz yoxdur. Axı summa deyə söz olmadığına görə sən bunu sözün kökü kimi götürürsən. Tələbkarda sözün kökü tələbdir. Burada kökə görə pozulma yoxdur. Yəni bu şəkilçiyə görədir də pozulma. Bu alınma şəkilçiyə görə. Bir də ki, toponim sözündə sözün kökü elə toponimdir. Burada i-yə görə pozuldu. Çünki bu hissəyə qədər ahəng qanununa tabedir. Bu gəlir i saiti ahəng qanunu pozur. 2, 3, 4. 4-də də veteran sözün kökü. Burada da a-ya görə pozulur deyə 2, 3, 4, 5 olur. A olur. Bildin? Bəli. 101-i də denən. Klassları tamamlayıb bilən fikirləri müəyyən et. Bütün saatləri eyni xüsusiyyətə malikdir. Mehtəllər, əl-yetən, ev-bəyif, ənəvi, vaxtayədir. Daha bütün xüsusiyyətləri eyni olan 2 dənə sait var da. İndi burada birin yazıbdır ki, ədir. Amma biri hansıdır? Yəni bütün xüsusiyyətləri o deməkdir ki, məsələn, qalın incə olmasına görə qapalı açıq, bir də dodaqlanan dodaqlanmayan olmasına görə üçünə də uyğun gəlir də. İkisi də eyni qaydaya gedir. Dodaqlanmayan, açıq, incə. Ən necə saitdir, bax. Ən saiti açıq saitdir, incə saitdir, bir də dodaqlanmayandır. İndi bu xüsusiyyətlərə uyğun gələn bir dənə də sait var ki, o da açıqdır, incədir və dodaqlanmayandır. 1, 4, 2. Niyə? Çünki ənəvi sözündə i var, i olmur. Baxçayadırda da a var, bir də i var. Bunlar da olmur. Qalanlar 1, 4, 2. Eynən ə. Baxçaya, burada çıdan sonra i gəlir, rıda düşür də tələffüzündə. Bunu yəqin bilirsən də, baxçaya da olur. İndi burada bütün xüsusiyyətləri eyni olan əyinə eydir. Çünki ikisi də bunların incədir, açıqdır, bir də dodaqlanmayandır. Ona görə sən ey olanları seçirsən deyə 2 olur, 4 olur. Ənənəvi də i ilə ədir, bu ola bilməz. Çünki ə açıqdır, amma i qapalıdır deyə bunların bütün xüsusiyyəti eyni deyil. Ona 2 dənə xüsusiyyətləri eyni ola bilər ki, dodaqlanmayan olsun və incə olsun da. Bu uyğun gəlmir. Mehtərlərdə də onsuz e var deyə götürürsən. Qalır 1, 2, 4. D variant. Bildin? Bəli. İndi 102-yə də bax. Sonra ekrana burada sözlər yazacağım. Onların üzərində yenə işləyə sual-cavab kimi eləyək. Və 102-ni də tamamlayaq bu səhifəni. Hansı sözlərin yalnız ilk edasın? Bəlkə açıq qalın dodaqlanmayan sait var. Açıq qalın dodaqlanmayan. İlk edasında. Açıq qalın dodaqlanmayan. A olmalıdır da. Bir də var. Aqronom belədir də, aqronom. Aqronom belədir və burada da deyirdi ki, yalnız ilk hecasının tərkibində qalın açıq dodaqlanmayan. Axı ikinci hecada da var. Qalındır, A saiti, açıqdır və dodaqlanmayandır da. 2 dənə hecada var. Deməli, ona görə 1 ola bilməz də, 1-i çıxırsan. O dodaqlanan deyil ki. O dodaqlanandır. Burada deyir ki, ilk hecasında, yəni bu birinci hecada da
açıq sayt olsun, qalın sayt olsun, bir də dodaqlanmayan olsun da. Bu dodaqlanır axı. Bu niyə götürürsən ki sən? Sən dodaqlanmayan saytları götürməlisən də, dodaqlananlar lazım deyil ki sənə. Agronun da olmuyor. Orbit. Orbitin tələffüzü arbitdir. Yəni aynandır. Yəni ki, burada yalnız bunu deyə bilərsən ki, məsələn, yalnız ilk hecasının tərkibində, yəni ar hecasında, birinci hecada da açıq, qalın dodaqlanmayan sayt var. Yəni A saytı var. Bunu demək olar. Ona görə bu düzdür. Bunda 2 də olur. 2 də olur. Çünki amonim sözündə belə yazılır omonim, amma amonim deyilir də. Deyəndə amonim deyirsən. Deməli, bunun da ilk hecası A hecasıdır. Bunun da A saytı var deyə, bunu da, yəni A açıq saytdır, qalın saytı və dodaqlanmayandır. Bunu deyə bilərsən. Deyə bilərsən də. Ona görə 2, 4, bir də obyektiv olacaq. Burada o A kimi olduğuna görə bəli. 5-də də olmur. Çünki 2 dənə mavzalı idi, yəni də burada 2 dənə hecasında, yəni var bu qalın açıq dodaqlanmayanda. Ona görə 2, 4, bir də 6 D variantı. Bildin? İndi vaxtı az qalıb deyə burada bir şeylər yazacağam. İndi yazıram ki, məsələn, gözlə. Yazılsın.